Salam əziz valideynlər və şagirdlər. Növbəti baxacağımız izahımız isə 6-cı siniflər üçün keçirilən lisey qəbul imtahanının suallarıdır. Demək, birinci sualımızda ahəng qanunu pozulmuş sözü müəyyən etməyi soruşur bizdən. Burada doğru cavabımız A variantı olacaq. Çünki nəğməkarda, nəğmələrdə ələr incə, A isə qalındır. Elə A doğru cavab versiyamızdır. Fəndgirdə ə, i incələrdir. Süründürməçidə hamısı gördüyümüz kimi incələrdir. Digər sözdə isə o və ə qalın saitlərimizdir. Demək, A doğru cavab versiyası idi. 2-də soruşurdu ki, hansı bənddəki sözlər sinonim deyil? Egoist, xudbin bir-birini sinonimdir. Egoist, xudbin nə deməkdir? Yəni, yalnız öz mənfəətinə düşünən insan. Balaca kiçik yerinə görə sinonim olar. Sakit, səssiz yerinə görə sinonim olar. Xeyirxah və zəhmətkeş, bəli, ikisi də müsbət mənada bir növ sinonimə bənzədə bilərik. Amma xeyirxah xeyir işlər görən şəxsdə, zəhmətkeşi isə yəni öz əziyyətinlə, belə deyək də, qazanc əldə edən, öz əziyyətinlə çalışan şəxsə deyilir. Deməli, dolayısıyla A sinonimə bənzəsə də, amma sinonim deyirlər. 3-də kökləri eyni olan və düzəltmə sözlər soruşur bizdə. A-da bəli, hər ikisinin kökü göldür, amma göllər sadə sözdür. Kütlə və kütlükdə kütlə sadə sözdür, ona görə götürə bilmərik. Bilək və bilicidə bilək sadə sözdür və yaxud da maksimum bunu belə düşünə bilərik ki, bilək arzu və yaxud da əmrdə olan feil, o zaman da kökü bil olacaq, bilici ilə eyni, o zaman bilməklə kökləri eyni ola bilər. Amma bizə düzəltmə dediyinə görə bilək insanın bədən üzvü olanda da sadə olur. Arzu və yaxud da əmrdə olan feil də olsa yenə də sadə sözlər olacaq. Ona görə buradan da bu sözümüz pozacaq. Amma sonuncu ilə sonluqda hər ikisinin kökü son ismidir. Sonuncu bilirik ki, saydı və isimdən yaranan saydı. Sonluq da yenə isimdir və elə son isminin özündən yaranmışdır. Və hər ikisi də düzəltmədir deyə elə B doğru cavab versiyamızdır. 4-də bizə isimləşmiş sayın işləndiyi nümunə deyir. Axırıncı söz hansı söz? Elə sıra sayının özüdür. Yəni say olaraq qalıb isimləşməyibdir. Çünki bilirik ki, isimləşən zaman ismin sualına cavab verməlidir. Minlərlə insan nə qədər insan yenə öz sualını saxlamışdı. Bu hadisə çoxdan olmuşdur, baş vermişdir mənasındadır. Bir-birindən ayrılır, amma çoxdan deyə bizim sayımız yoxdur. Burada artıq saydan düzələn zərf var. Narazı olanlar birincilərdir. Kimlərdir? İsimləşmiş sıra sayımız var. Elə D doğru cavab versiyamızdır. Verilmiş sözlərdən birini həm inkar şəkilçili feil, həm də leksik şəkilçili isim kimi düşünmək olar. Burada da elə doğru cavabımız C olacaq. Çünki vurğudan asılı olaraq biz əgər bölmə deyib vurğunu əvvələ salsaq, o zaman inkarda olan feil olacaq. Yox, vurğunu sona salsaq, o zaman feildən ad yaradan leksik şəkilçi olacaq və yerinə görə bölmə əməli kimi, riyaziyyatda işlənən termin kimi, isim kimi də düşünə bilərik. Deməli, damada bunun inkarda olan feil məqamı yoxdur. Baramada inkarda olan feil məqamı yoxdur. Yamada da yenə manı biz inkar kimi düşünsək, orada ya deyə bizim feilimiz yoxdur. Deməli, C doğru cavab versiyasıdır. 6-da hansına türk, deməli, şəkilçini türk sözünə artırsaq, son samitin tələffüzünü dəyişər, heç bir şəkilçi dəyişə bilməz. Çünki biz bilirik ki, bəzi sözlərimiz var ki, türkdür, kürkdür, babəkdir, sonra təkdir. Bu tip sözlərimizdə K-nın tələffüz versiyalarına uyğun gələn dəyişmə yoxdur. Bilirik ki, K hərfi 5 müxtəlif səsi verə bilər. Amma sırf bu tip sözlərimizdə bunlarda sait, samit fərqi yoxdur. Hansı şəkil çatdırmamızdan asılı olmayaraq heç bir dəyişmə baş vermir. Ona görə elə C heç bir şəkilçi doğru cavab versiyamız idi. Qeyri-müəyyən əvəzliyimiz, elə burada da doğru cavabımız B, nə isə mürəkkəb qeyri-müəyyən əvəzliyimizdir. Burada uşağı maksimum kimsəsiz sözü çaşdıra bilər kimsə əvəzliyinə. Bəli, kimsə əvəzlikdir, amma siz artıq sifət yaradıb götürə bilmərik. Nə sual əvəzliyimiz, hər isə təyin əvəzliyimizdir. 8-də mənsubiyyət şəkilçili iki sözün işləndiyi nümunəni soruşur bizdən. Burada ən çaşdırıcı cavabımız A ola bilərdi, amma burada da uşağın gözündən əgər qaçmayıbsa, xalqının sözündə də, öz xalqınında da mənsubiyyət şəkilçimiz var. Deməli, var dövlətin hərisi, həris 1, xalqının 2, güzəranını 3. Ona görə bunu götürə bilmərik. Günün qızmar şüaları, burada sadəcə şüaları var. Burada da C doğru cavab versiyamızdır. Çünki şairin əsərlərində əsərləri, Molla Nəsrəddin jurnalında isə jurnalında sözündə 2 mənsubiyyət şəkilçili sözümüz var. Elə C doğru cavab idi. Usta qapını düzəltdikdən sonra çıxıb getdi. Burada da ümumiyyətlə mənsubiyyətimiz yoxdur. Qapı kök, I isə qrammatik hal şəkilçimiz idi. 9-da hansı cümlədə verilmiş tələbləri eyni anda hər üçünə uyğun gələn söz var. Çox mənalı söz olsun, sinonim olsun və quruluşca düzəltmə sifəti olsun. Qalib orada da qalib sadədir. Hamı bilirdi ki, onun parlaq gələcəyi var. Elə cavabımız bu olacaq. Çünki həm düzəltmədir, parlamaqdan parlaq leksik şəkilçimiz var.
həm sifətdir, həmçinin də sinonimi var. Elə B doğru cavab versiyamızdır. Suyun lal axan adamın yerə baxanında lal sadə sifətdir. Ürək açıq isə mürəkkəb olduğuna görə doğru cavab versiyası ola bilməz. Onda isə verilmiş nümunənin təhlili ilə bağlı düzgün fikir soruşur və nümunə belə idi ki, gecələr kəndin aşağısında gözəl bir mənzərə yaradır. Gecələr sualından asılı olaraq isim və zərf kimi düşünülə bilər. Bəli, burada da doğru cavabımız A olacaq. Çünki biri var deyirəm ki, nələr kəndin aşağısında mənzərə yaradır gecələr. Bir də var deyirəm ki, məsələn belə düşünə bilərik ki, ay işığı kəndin aşağısında gözəl bir mənzərə yaradır. Nə vaxt, nə zaman? Gecələr. Elə A doğru cavab idi. B-də keçmiş zaman şəkilçili təsdiqdə işlənmiş feil yanlışdır. Çünki burada yaratmaqdan, buradakı D sadəcə T-nın D-yə keçmiş versiyasıdır. Çünki bilirik ki, sonu T ilə bitən sözlərimizdə sayət gələndə adətən feillərimizdə T, D əvəzlənməsi baş verə bilər. Ona görə əvəzlənmə deyək ki, yəni keçid baş verməyi. Ona görə buradakı ır sadəcə zaman şəkilçimizdir. Keçmiş yox, indiki zamandır. Aşağısında isim yox, sadəcə ismin yerində işlənən zərfdir, yer zərfidir, ona görə yanlışdır. Mənzərə isə yalnız adlı xalı söz kimi düşünə bilər. Xeyr, yaradırdı nəyi? Mənzərəni. Sualı verəndə artıq təsirli hal şəkilçisi ortaya çıxmış olur. Bu da yanlış cavabımızdır. Müddətlik sözünün fonetik təhlili ilə bağlı düzgün fikirlər lazımdır. Biz bilirik ki, qoşa D-larda heç bir fərqli məqamımız yoxdur. Çünki bizim qoşalarda, samitlərdə fərqli məqamlarımız maksimum Q-larda, T-larda, P-larda, qoşa Y və yaxud da qoşa deməli G-larımızda fərqlilik yarana bilər. Bu baxımdan deməli D-larda heç bir fərqlilik yoxdur və şagirdin özünün sözün üzərində yazdığı təhlil doğrudur. Deməli müddət dik formasında tələffüz olunur. Yəni lik şəkilçisi sadəcə burada dəyişən bizim lik şəkilçimizin dik formasına keçməsidir və bununla bağlı bizdən doğruları soruşur. Demək bir də deyir deyilişi yazılışı arasında iki fərqli məqam var. Bəli, dedik ki, şəkilçidə dəyişmə var. Doğru fikirdir bir. İkidə deyir həm sözün kökündə, həm şəkilçidə tələffüz fərqi var. Kökdə dedik heç bir dəyişmə yoxdur. Qoşa cingiltili samit səslərdən biri kar tələffüz olunur. Bunu da dedik D-larda heç bir fərqli tələffüz yoxdur. Y-nın kar qarşılığı işlənmişdir. Bəli, sonda x dirixi görə bilirik. Eyni səs 3 dəfə təkrarlanıb. Bu da D səsinə görə doğru cavab versiyasıdır. Yəni 11-ci testdə doğru cavabımız B cavabı idi. Mətni bir də oxuyub vaxt itirməyək, çünki mətn artıq şagirdlərimizə bəllidir və bizə 12-17-ci sualları həmin mətndən əlaqələndirilmək tapşırılmışdı. Deməli 12-də deyir altına xətt çəkilmiş söz. Yəni burada baxın bu cümlədə var idi ki, deməli ətraf mühit uşağın daxilindəki ən yaxşı cəhətlərin aşkarlanmasına səbəb ola bilər və bizə bunun məcazi qarşılığını soruşurdu. Burada da ən uyğun ifadəmiz üzə çıxarmaqdır. Çünki aşkarlanmağın məcazi qarşılığı üzə çıxarmaqdır. Gözə gəlmək ola bilməz, itib batmaq bunun antonimidir. Əksinə yəni antonim məcaz qarşılığıdır. Məlum olmaq da həqiqi mənasıdır. Buna görə burada ən doğru cavabımız B variantı idi. 13-də mətndə tünd qara hərflərlə verilmiş sözün kontekstdəki mənasını müəyyən edin. Burada da tünd qaramız bax burada görürük. Deməli, ətraf mühit uşağın daxilindəki ən yaxşı cəhətlərin aşkarlanmasına səbəb ola bilər. Burada da elə doğru cavabımız A variantıdır. Mühit deyərkən, yəni insanları əhatə edən ictimai şəraitdən söhbət gedirdi. Yəni buradakı mühit insanların az olduğu yer və yaxud da torpaq yer, gözə görünməyən qüvvələr deyildi. Ətraf mühit deyərkən, yəni insanı əhatə edən şərait və yaxud da ictimai şərait, elə A doğru cavab versiyası idi. 14-də üzərində rəqəm qoyulmuş hansı sözlər məcazidir? Buradan mətnimizə gəlsək, demək burada üzərində rəqəm qoyulan sözlərimiz deməli xüsusiyyətlərin ortaya çıxmağıdır ki, çıxmaq sözü məcazlıq daşıyırdı. Təhsil almaqda biz təhsili əllə almaq deyə bir məqam yoxdur. Elə burada da almaq məcazlıq daşıyırdı. Digəri xarakter sözüdür ki, burada heç bir məcazlıq yoxdur. İllər ötdükcə də illər sözüdür ki, heç bir məcazlıq yoxdur. Deməli dolayısıyla birinci və ikinci, yəni A doğru cavab versiyamız idi. Sonra 15-də aşağıdakı cümlələrdən biri kursivlə verilmiş fikir əsaslandırıla bilər. Kursiv bilirik ki, yan yazılarımız nəzərdə tutulur. Buranı oxusaq deyir ki, bir insanın daxilində hansısa hiss yoxdursa, ona tərbiyəvi yolla təsir etmək mümkün deyil. Məsələn, tutaq ki, bir insanın daxilində əgər qayğı, mərhəmət, nə bilim, kiminsə qeydinə qalmaq kimi hisslər yoxdursa, bunu deyir tərbiyəvi yolla təsir etmək mümkün deyil. Və bizdə də bunun əsaslandırmasını istəyir ki, burada da ən doğru cavabımız B variantı idi. Əgər bir insanda mərhəmət hissi yoxdursa, kənar təsirlər həmin hissi formalaşdırıla bilməz. Burada məhz mərhəmət yox, başqa bir şey də ola bilərdi ki, yəni dolayısıyla eyni mənanı verəcəkdir. Deməli, B doğru cavabdır. A-da deyir ki, hisslər insanın özünə tabe etməkdə acizdir, orada elə bir şey yox idi.
Hansı ki, orada əksinə deyirik ki, insanda əgər bir hiss yoxdursa, onu kənar təsirlə ona və yaxud da tərbiyə ilə ona öyrətmək olmaz. Sonra digərində hər kəs tərbiyəni nəzarət etmək üçün hissləri haqqında daha dərin düşünməlidir. Yenə həmin mənanı vermir. Qorxu filmləri uşaqlarda qorxu hissi yaradır. Bu da yenə dolayısıyla yanlış cavabdır. 16-da hansı fikirləri həm giriş, həm də əsas hissəyə aid etmək olar? Burada da doğru cavabımız 1 və 3 olacaq. Çünki burada ətrafımız bizim dəyişməyimizə səbəb ola bilər deyir. Bunu mətnindən baxsaq, həm bizim burada ilk giriş hissəmizdə deyilir ki, hamıda belə deyək də müsbət xarakterlərlə doğula bilər, amma bizim təhsil aldığımız mühit, sonra yaşadığımız mühit bizdə sonradan bu xarakteri formalaşdıra bilər. Bunu həm giriş hissəyə, həm də bax burada da verir ki, sübut olunub ki, doğulanda müsbət xüsusiyyətlərlə doğulur, amma uşaqlıq dövründə qarşılaşdığı hər hansısa müsbət və mənfi hadisələr onun yönünü dəyişə bilər. Deməli, dolayısıyla burada biz birinci fikri rahatlıqla götürə bilərik. Eynən də buna bərabər üçüncü fikrimiz var ki, uşaqların xarakteri xarici təsir nəticəsində formalaşa bilər ki, bu da 1 ilə elə 3 eyni həm girişə, həm də deməli əsas hissəyə nisbətən deyə bilərik. Deməli, burada da doğru cavabımız A variantı olmalı idi. 17-də isə verilmiş faktlardan ikisi mətnə əsasən əsaslandırmaq olardı. Burada elə şagirdimizin götürdüyü A cavabı doğrudur. Çünki insanın davranışı təkcə onun böyüdüyü ailədən asılı deyil. Bunu bayaq da gördük ki, təhsil aldığımız mühit və yaxud da ətrafımızdakı insanlar, yəni ictimai faktor da bizə təsir edə bilər. Əvvəldən oxşar xasiyyətə malik olan insanlar sonradan fərqlənə bilərlər. Bunu da elə mətndə görə bilirik. Hər bir şəxsə tərbiyə ötürən yeganə mühit ailədir. Bu bəsitləşdirir. Çünki dedik ki, indicə ki, təhsil aldığı mühit, sonra onun ətrafdakı insanlar ona müsbət və yaxud da mənfi formada necəsə də təsir edə bilər. Zaman bir çox dərdin dərmanıdır. Bu ümumiyyətlə doğru ifadə olsa da, amma mətnlə bir əlaqəsi varmı? Bağlılığı zəifdir. Sonra 18-də bizə doğru fikir və onun qarşısındakı doğru nümunə lazımdır. Demək, birdə verilir ki, cümlə yalnız baş sözlərdən ibarət ola bilər. Fikir doğru fikirdir. Baxaq nümunə onu sübut edirmi? Demək, burada deyilir ki, dənizin sonsuz gözəllikləri göz oxşayırdı. Dənizin gözəllikləri mübtəda, göz oxşamaq frazem xəbər, deməli doğrudur, götürərik. Mübtəda heç də həmişə cümlənin əvvəlində işlənmir. Doğru fikirdir. Nazimin fikirlərindən atası baş açmadı. Baş açmadı kim atası? Nədən? Nazimin fikirlərindən. Bəli, əvvəl tamamlıq gəlib, sonra mübtəda gəlib. Bu da birə-bir qaydanın eynisidir. Bir cümlədə həm feili, həm ismi xəbər işlənə bilər. Qayda doğrudur. Bunun sübutuna baxsaq, o darıxırdı, mavi gözləri yollarda idi. Doğru fikirdir. Gözləri yollarda olmaq yenə də burada deməli adla da deyə doğru yanaşmada götürərik. Darıxırdı isə darıxır idi də indiki zamanda olan feildir və təsriflənən olduğuna görə feili xəbərdir. Bu da birə-bir nümunənin eynisidir. Yəni B doğru cavab versiyamız idi burada. 4-də mübtəda və xəbər eyni anda söz birləşməsilə ifadə oluna bilər. Bəli, qayda doğru qaydadır. Sənin gəlməyi məni təəccübləndirdi. Nə? Sənin gəlməyin mübtədanın sübutu doğrudur, amma təəccübləndirdi kimi? Məni tamamlıq. Xəbərimiz bir tək təəccübləndirdi sözünlə ifadə olunub deyə nümunə yanlışdır. Mübtəda və xəbər cəmiyyətə görə həmişə uzlaşmalıdır. Bəli, qayda birə-bir doğrudur. Heyvanlar ac-sus qaldıqlarından arıqlamışdı nümunəsində isə arıqlamışdılarda artıq qaydanın əksidir deyə bunda da qayda doğru, nümunə yanlış olduğuna görə deməli 4 və 5-i atırıq. 1, 2, 3 doğru cavab versiyası idi. 19-da nümunə verilibdir. Yaxınlıqdakı çayların şırıltılı səsləri eşidilirlər və bizə bununla bağlı yanlışı soruşurdu. Demək, bir deyilir ki, eşidilirlər xəbərdə artıq işlənən şəkilçi var. Bu doğru fikirdir. Çünki çayların səslərində mübtədamız söz birləşməsidir və əsas tərəfimizdə cansız olduğuna görə biz bilirik ki, qrammatik cəhətdən eşidilirlər yox, eşidilir olmalı idi. Deməli, bu dolayısıyla doğru cavabdır. Bizə yanlışlar lazım olduğuna görə götürməyəcəyik. Çayların verilmiş cümlədə həm yiyəli, həm mənsubiyyət kimi düşünülə bilər. Kontekstdən kənarda və yaxud da kontekst daxilində başqa bir nümunədə ola bilər ki, çayların yiyəli və mənsubiyyət kimi düşünülsün. Amma burada konkret çayların səsləri söz birləşməsidir deyə sadəcə yiyəli çallı söz kimi düşünürlər. Yanlışdır. İkini rahatlıqla götürərik. Yaxınlıqdakı düzəltmə yer zərfidir. Yanlışdır. Çünki dakı nitq səsi olaraq sadəcə sifət yaradır. 4-də isə şırıltılı çoxaltma dərəcəli düzəltmə sifətdir. Bəli, düzəltmə sifətdir, amma çoxaltma dərəcəli deyil. Demək, burada da 2, 3, 4, B doğru cavab versiyamız idi. Səsləri mənsubiyyət şəkilçili adlı xallı isimdir. Bu da doğru cavab idi. 20-də isə uyğunluğu soruşur. Demək, qarşıdan doğru və yanlışları seçməli idik. Sinif və cisim sözləri bütün hal şəkilçiləri ilə işləndikdə son saytını itirir. Xeyr, bu tipləri biz bilirik ki, alınma və milli sözlər olaraq 2 qrupa bölürük.
Və istənilən halda bunlarda kökdə düşmə saitlə başlanan hal və yaxud da mənsubiyyət şəkilçisi üçün keçərlidir. Bütünün içərisində yerlik də var, bütünün içərisində çıxışlıq da var, amma bunlarda samitlə başladığına görə düşmə ümumiyyətlə heç bir halda olmur. Demək, bu yanlış cavabı seçməliydik buradan. Yönlük hal şəkilçisi artırılmış bütün sözlərdə tələffüz fərqi yaranır. Bu da yanlışdır. Çünki qaydamız belədir ki, əgər sözün sonu A və Ə saiti ilə bitərsə və biz buna yönlük hal artırarıqsa, o zaman hal təsir edir və kökdəki açıqlar qapalı keçir. Yəni bütün sözlər üçün bu da yanlış cavab versiyasıdır. 5, 6, 7, 8 sayları numerativlərlə işlənə bilər. Bu da doğrudur. Çünki biz bilirik ki, numerativlər müəyyən miqdar sayları ilə isim arasında işlənir. Qeyri-müəyyənlərdən isə sadəcə təqribi, yəni tərkibi saylarımız, defislə yazılan 7, 8, 9, 10 və bu tip saylarımız numerativlərlə işlənə bilər. Demək 1-ə B, 2-yə B, 3-ə isə A doğru. Bu da B doğru cavab versiyası idi.